İnsan öldükdən sonra tövhid elmi qoyub gedirsə, bu ona fayda verəcəkmi? İnsana bu da fayda verməyəndə bundan başqa nə fayda verər? Ən böyük elə insana fayda verən özündən sonra faydalı elm qoymasıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, insan öldükdən sonra onun əməl dəftəri bağlanır 3 şeydən başqa. Faydalı elm qoyması, davamiyyətli sədəqə işi görməsi, körpüdür, yoldur, sudur, mədrəsədir, məktəbdir və s. və həmçində özünə dua edən salih evladlar qoyub getməsi. Və faydalı elmin də elə başı tövhiddir. Çünki Allah Teala elmi tövhidlə göndərmişdir və buyurur ki, Quran-ı Kərimdə bil ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Bil, yəni elmin olsun ki, Allah təkdir, ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Demək, Allahın təkliyin bilmək elmdir və ən şərafətli elm də məhz budur. Əgər bir insan özündən sonra tövhidə dəlalət edən elmlər qoyur gedirsə və inşallah ki, ondan böyük xəzinə ola bilməz ki, o